Salam dostlar, bugün size CatVoice AI programını təqdim edirəm. Bu bildiyiniz kəsim proqramlarının daha üst versiyasıdır. Burada işləri daha sürətli və asan görə bilərsiniz. Hətta ustalar özü də birbaşa qoşulub ölçülər yaza bilərlər. Gəlin necə işlədiyinə birlikdə baxaq. Burada hər şey o qədər təbii və canlıdır ki, klaviaturaya toxunmadan sadəcə danışaraq sanki qarşınızdakı real peşəkar bir insana kəsim planu yazdırırsınız. AI Voice butonunu aktiv etməmişdən öncə qısa bir məlumat verim. Çünki AI Voice butonu aktiv olandan sonra AI mən sizə məlumat verəndə mənə cavablar verəcək. Bu da videoda kəsintilərə səbəb olacaq. Ünsiyyət qurmaq üçün bizə bir söz demək lazımdır ki, salam, hazırsan, başlayaq. AI Voice başlayacaq cavab verməyə. Proqramın içində müəyyən testlər edəcəyik. Misal üçün, lövhə limitini aşacağım, görüm AI Voice nə reaksiya verəcək. Ölçü vahidin millimetr dəyişəcək. Tənzimləmələr bölməsindən AI Voice səsini dəyişəcək. Orada bizdə buradan qadın kişi səsi var. Birinci kişi səsi ilə danışacaq bizlə. Sonra qadın səsi ilə yoxlayarıq. Hazırsınızsa başlayaq. Salam, hazırsan, başlayaq. Salam, hazıram. Başlayaq. Ölçülər millimetrlə yoxsa santimetrlə olacaq? Müştərinin adın, materialın adın, material ölçülərini qeyd edin. PVC neçə millimetr olacaq? Ölçülər millimetrlə olacaq. Müştəri adı olacaq Həsən, material ağ laminat, material ölçüsü 2440-ın 1830-a. PVC-də 0,4 mm olacaq. Ölçüləri deyirəm qeyd etkinlə. 350-nin 580-də 2 ədəd. 2 uzun, 1 qısa. Min 994-ün 580-də 2 ədəd, 1 uzun. Min 425-in 580-də 2 ədəd, 1 uzun, 2 qısa. 3000-in 800-ə 5 ədəd. Detal ölçüsü lövhə limitini aşır. 3800-ə Yaxşı, başa düşdüm. Lövhə limitini aşır. 300-ün 500 elədiyinə onu 4 tərəf. 600-ün 800-ə 3 ədəd. Çay siyahını oxu. Material ağ laminat. Ölçülər millimetrlədir. PVC bütün detallarda 0,4'dür. 1 350'nin 580'e 2 adet, 2 uzun 1 kısa. 2 1994'ün 580'e 2 adet, 1 uzun. 3 1425'in 580'e 2 adet, 1 uzun 2 kısa. 4 300'ün 500'e 4 adet. 5 600'ün 800'e 3 adet. Devam edelim. Ölçü vahidin dəyişki ilə santimetrdir. 60.5-in 49.8-ə 2 ədəd, 1 uzun, 2 qısa. 19.8-in 27.4-ə 1 uzun, 1'lik, 1 qısa, 0,4. Beşinci detaldan siyahını oxumağa başla. 5 60'ın 80'e 3 adet. 6 60.5'in 49.8'e 2 adet. 1 uzun 0,4, 2 kısa 0,4. 7 19.8'in 27.4'e 1 adet. 1 uzun 1'lik, 1 kısa 0,4. Başka detal var? Başqa detal 70-in 80-ə 3 ədəd, şpon. 19-un 28-ə 5 ədəd, CNC. CNC butonun yandır. 40-ın 50-yə 5 ədəd. 60-ın 80-ə 3 ədəd. 19-un 48-ə 4 ədəd.
CNC'ni söndür, şponu yandır. 25'in 139'a 4 ədəd. 643'ün 788'e 1 ədəd. Detal ölçüsü lövhə limitini aşır. 643'ün 788. Yaxşı, bizim. Şponu söndür, naxışı yandır. Ölçüləri naxışdan yazacaq. 62.3'ün 78'e 3 ədəd. Siyahını oxu ingilis dilində. Bütün cevaplar mütlak az dilinde olmalıdır. Ben yalnız mebel istehsalı ve ölçüler için buradayım. Hazırsınsa başlayaq. Siyahını İngiliz dilinde Yaxşı, oxuya bilərəm, yaxşı. az dilində Sus. oxuya bilərəm. Oxuyum. Yox, oxuma yine. AI Voice butonunu söndürdü. Yeniden buradan biz dili İngiliz dilində dəyişib butonu aktive etsək. Please read current list. Material ağ laminat. Dimensions are in centimeters. 3558, 2 pieces, 2 long 04, 1 short 04. 199.4, 58, Stop 2 pieces. please. I stop. Siyahıdan Rus dilini seçeyim. Prочитай список. Материал агламинат. Размеры в сантиметрах. 1. 35-58, 2 штук. 2 длинная 0,4, 1 короткая 0,4. 2. 199,4, 58, 1 длинная 0,4. 142,5, 58, 2 штук, 1 длинная 0,4, 2 короткая 0,4. 4. 30, 50, 4 штук. 5. 60, 80, 3 штук. 6. 65, 49 и 8, 2 штук, 1 длинный 0,4, 2 короткая 0,4. 7. Story. 15. Dayandım usta. Devam edek. İndi isə biz burada tənzimləmələrdən birinci DVD Azərbaycan dilinə qoyaq. Tənzimləmələrdən keçək. AI'nin səsini dəyişək. Qadın ne deyəsəz? Bir nömrəli detalı sil. 11 nömrəli detalı dəyişkinə. İlə 11 nömrəli detalı 30'un 50'ye 5 ədəd. Değiştim usta. Başka nasıl var? Ölçü vahidi milimetrdə dəyiş. On iki nömrəli detalda şiponu sil. Bu qədər. Keçək xülasə bölməsinə. Yazdığımız ölçülər burada qeyd olunub. Hamısı. Bizdə burada cəmi şipon sayı, cəmi CNC çəki kvadratı, detalların kəsimi, ümumi PVC nə qədərdir? Birliyi PVC qeyd olunub. Buradan nə qədərdir? 0.4 PVC nə qədərdir? Sxem bölməsində həmçinin şpon CNC qeyd olunub. Çap butonunu sıxaraq birbaşa çap etmək, PDF yükləmək mümkündür. Bundan print etməyəcəm. Görünüşləri göstərəcəm print necə. Print olacaq. Bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Gələn videoda görüşənədək.